Mən Zamin İbadov 1976-cı ildə Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil aldım. 94-cü ildə rayon hərbi komissarlığı tərəfindən milli orduya çağırıldım. Bakının Pirküşkül qəsəbəsində 7 ay hərbi təlimdə oldum. Daha sonra Ağcabədi rayonuna göndərildim, 161 saylı hərbi hissənin avtomatçısı olaraq xidmət etdim. 95-ci ildə Ağdamın Mərzili kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirməyə yollandıq. Mərzili 93-cü ilin iyun ayında işğal olunmuşdur. Lakin buna baxmayaraq kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdik. Elə bu səbəbdən də ermənilər kənd ətrafında xeyli mina bastırmışdılar. Döyüş tapşırığını yerinə yetirərkən bu minaların birinin partlaması nəticəsində 8 may günü şəhid oldum. Vətən uğrunda şəhid olmaq bir şərəfdir, şəhid olacağımı da duymuşdum. Son dəfə evdən gedəndə anama elə bil, mənim son gəlişimdir, söylədim. Hissəyə qayıtdıqdan sonra qol saatımı və cib dəftərimi doğmalarıma göndərdim ki, məndən onlara yadigar qalsın.